Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. İsra suresi 36. ayet hakkında müeyyen meseleler götürülecek. Allah Teala buyurur: "Ve la taqfu ma leysa leke bihi ilm. İnne's sem'a vel basara vel fuada kullu ulaika kana anhu mes'ula." Bilmediğin bir işin ardınca düşme. Həqiqətən qulaq, göz və qəlb bunların hər biri sorulacaqdır. Yəni bunların hər birinə görə sahibi etdiyi əməllərindən sorulacaqdır. Yəni bu ayə haqqında birinci məsələ, bu ayədən əvvəl 3 əmr gəlib və bundan sonra isə 3 qadağa gəlir. Və ikinci məsələ isə وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ. Bilmədiyin bir işin ardınca düşmə. Bu ayə təsəbbut, yəni dəqiqləşdirməyə, aydınlaşdırmağa və dəqiqləşdirməyə bir çağırışdır. Yəni mənası la təttəbi' mə leysə ləkə bihi ilm. Yəni bilmədiyin bir işin ardınca düşmə. Bəlil vacibu ən tətəthəbbətə fi kulli mə təquluhu əv tə'məluhu əv tətələqqah. Yəni vacib olan odur ki, dediyin, etdiyin və qəbul etdiyin hər bir şeyi dəqiqləşdirəsən. Və ma'lumun ənə təsəbbutə fi kullil umuri dəlilun alə husnir rəyi və cəvdətil aqli və nazar. Məlumdur ki, təsəbbut etmək, dəqiqləşdirmək bütün işlərdə insanın dəqiqləşdirməsi rəyin gözəl olmasına, ağlın və düşüncənin yaxşı olmasına dəlildir. Və bizəlikə tənkəşiful umuru və tətəbəyyənul əhval. Və bununla işlər açılır, hallar bəlli olur. Və bittəli yuqarrirul abdu məzə ya'məl. Və bundan sonra isə insan nə edəcəyini, nəyi etiqad edəcəyini və nəyi tərk edəcəyini qərar verir. Dəqiqləşdirən insan fikrini işlədir, ağlını işlədir və başqası ilə müşavirə edir. Və hədə min a'zamil əsbəbil mu'inə aləl usuli lil haqqi və savab. Və insanın da belə etməsi haqqa və doğruluğa çatmaq üçün ən böyük amillərdən sayılır. Və bununla insan peşmançılıq və həsrət maniyəsini aşır, səbəblərini aşır. Və qeyri zəlikə minəl umuril cəlibəti lişşəqai biiznilləhi teala. Deməli, insan hər hansı bir məsələni aydınlaşdırmaqla peşmançılıqdan uzaq olur və həmçinin Allahın izni ilə ona bədbəxtçilik gətirəcək hər bir şeydən uzaq olanlardan olur. Və üçüncü məsələ isə وَلَا تَقْفُ. Yəni bu qadağadır. Burada lə ədatı indiki zaman feili ilə gəlmişdir. Və qayda da belədir ki, ənnəl fi'lə izə vərədə bə'dən nəhi. Əgər feil qadağadan sonra gələrsə, ümumiliyə dəlalət edir. Yəni xülasə olaraq, Allah Teala insanı çəkindirmişdir, qadağan etmişdir, bilmədiyi bir şeyin ardınca düşməkdən, danışmaqdan mütləq olaraq. Və hədə yeşmə'u cəmi'əl əhval vəl-əzmən vəl-əmkinə. Və bu da bütün halları, zamanları və məkanları əhatə edir.
لِأَنَّ الْعُمُومِ يَنْصَبُّ عَلَى هَذِهِ الْأُمُورِ جَمِيعًا. Çünki ümumi gəldiyi zaman bütün bu işləri əhatə edir. فَالْعَبْدُ مَنْهِيٌّ عَنْ اِتِّبَاعِ مَا لَيْسَ لَهُ بِهِ عِلْمٍ. Deməli, insana qadağa olmuşdur, nəhy olmuşdur. Bilmədiyi hər bir işin ardınca düşmək, hər bir vaxtı və hər bir məsələdə. Səvan kənət tətəalləqu bi hüquqillah. Fərqi yoxdur, o məsələlər istəyir Allahın haqqı ilə bağlı olan məsələlər olsun və yaxud da digər işlər olsun. Və bunu da ayənin ardı izah edir. Dördüncü məsələ. وَهِيَ أَنَّ قَوْلَهُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ. Və bu da Allah Teala'nın sözü, elmin olmayan bir işin ardınca. Ammun li kulli şey. Bu da elmin olmayan hər bir məsələni, hər bir işi yəni əhatə edir və bu da ərəb dilində mə ədatı ümumiliyi bildirir. فَهَذَا يَشْمَلُ الْكَلَامِ فِي الْأَعْرَاضِ مِنَ الْغِيبَةِ وَالنَّمِيمَةِ. Və bu da insanların namusu, şərəf, ləyaqəti haqqında olan hər bir sözü də əhatə edir, qeybət və nəmmamlıq. لِأَنَّهَا تُقَالُ مِنْ وَرَائِ الْإِنسَانِ. Çünki bu sözlər qeybətdir, nəmmamlıqdır. Yəni insanın arxasınca deyilən sözlərdir. Böhtan, ittiham etmək, yalan danışmaq və digər batil etiqadlar. Bunların hər bir növü, yəni insan bunu edirsə və bunu başlayırsa, bütün bunlar haqqında insan sorumludur. Və həkədə şənu fīmə yətələqqafu an qeyrihi min tasdiqil aqval. Və həmçinin bura aiddir başqalarından qəbul etdiyi, təsdiq etdiyi sözlər və yalan şayələr və salih insanların ittiham olunması və onların şərəf ləyaqətinə toxunulması. Və ən yəqul, və deməsi ki, mən eşitdim, halbuki eşitməyib və doğru olmayan fikirləri qəbul etməsi və düzgün olmayan məzhəbləri qəbul etməsi və digər yerlərdən gələn təqlidləri qəbul etməsi. Çox vaxt görürsən belə şeylər, yəni qadınlarda daha çox olur, qadınların məclisində və artıq indi isə qadınlardan daha çox bəziləri yəni bu işlərə üz tutub yol verir. Fəl-vacibu aləl-abdi ən yatbidə cəmiyə təsarrufatihi. Yəni insanın üzərinə düşən, vacib olan odur ki, bütün hərəkətlərinə diqqət yetirməlidir. Fələ yəhkumu illə bi-ilm. Yalnız elmlə hökm verməli. Və la ya'taqidu illə bi-ilm. Yalnız elmlə etiqad etməli. Və la yef'alu şey'ən illə bi-ilm. Nəyi edirsə, hansı bir işi görürsə, onu da yalnız elmlə yerinə yetirməlidir. Demək, əhl-i sünnə və cəmaada olan qaydalardan biri də odur ki, birinci istidlal, birinci dəlil gətirilir, sonra etiqad olunur. Deməli, əhl-i sünnədə birinci dəlil, sonra etiqad. Amma bidət əhlində isə birinci etiqad edirlər, sonra o etiqadları üçün dəlil axtarmağa başlayırlar. Vallahu yuhibbul kəlam bi ilmin və adl. Yəni Allah Teala elm üzərində və ədalətlə olan sözü, kəlamı sevər. Və yekrahul kəlame bi cəhlin və zulm. Yəni Allah Teala cahil yana və zülmcəsinə olan sözləri xoşlamaz. Və qad harrama subhanahu el-kəlam bilə ilm mutlaqan. Allah Teala yəni mütləq şəkildə elmsiz olan danışıqları qadağan etmişdir. Və Allah Teala hətta düşmənlərə qarşı belə ədalətli olmağı əmr etmişdir. Maidə surəsi 8-ci ayədə Allah Teala buyurur: "Kunu qawwaminə lillahi şuhada'a bil qist." Yəni Allahın qarşısında etdiyiniz əməllərdə borcunuzu yerinə yetirdiyiniz zaman sabit qədəm və ədalətli şahidlər olun. Və la yecrimənnakum şəna'anu qawmin ala alla ta'dilu i'diluhu və aqrabu lit-taqva. Yəni sizin bir qövmə olan kininiz sizi onlara qarşı ədalətsiz olmağa vadar etməsin. Ədalətli olun və ədalətli olmaq təqvaya daha yaxındır. Və həmçinin burada məsələlərdən 5-ci və la təqfu,
bu qadağadır və bu da bəlli bir məsələdir ki, nəhi ümumi şəkildə haramlığı bildirir. Yəni qaydalardan odur ki, ən-nəhyu yədullu alə-təhrim. Qadağa haramlığı bildirir. Onu yüngülləşdirən başqa bir dəlil gəlmədikcə. Və həmçinin əmir vacibliyə dəlalət edir. Onu yüngülləşdirən müstəhəbliyə salan başqa bir dəlil gəlmədikcə. Və burada da bu qadağadır. Allah Teala buyurur ki: "Və la taqfu ma laysa laka bihi ilm." Yəni elmin olmayan bir işin ardınca getmə, elmin olmayan bir şeyi danışma, bilmədiyin bir şeyi danışma və bu ümumi qadağadır və bunu da yəni məkruh halına salan başqa bir dəlil də yoxdur. Və həmçinin burada məsələlərdən innəs-səm'a, həqiqətən qulaq. Yəni burada səbəb bildirilir. Vəl-mə'na alə hədə intəhi ammə la yəhillu lək. Yəni mənası odur ki, sənə halal olmayan şeylərdən uzaq ol. Liənnəllaha ən'amə aleykə bis-səm'i vəl-basari vəl-aqli litəşkurah. Çünki Allah Teala sənə qulağı, gözü və dərk etməni, ağlı Allaha şükür etmək üçün vermişdir. Və huve muxtəbirun bizəlik. Allah Teala bu nemətlərlə, bu orqanlarla səni imtihana çəkir. Və sailuka anhu fala testa'mil ni'metallahi fi ma'siyati. Və bu nemətlər haqqında səni hesaba çəkəcəkdir, səndən soruşacaqdır, sorğu-sual edəcəkdir və bu nemətləri Allaha üsyanda, Allaha asilikdə istifadə etmə. Nəhl surəsi 78-ci ayədə Allah Teala buyurur: "Vallahu axrajakum min butuni ummahatikum la ta'lamun şey'a." Allah Teala sizi analarınızın bətinlərindən heç nə bilmədiyiniz halda çıxartmışdır. "Və ceale lekumus-sem'a vel-absara vel-ef'idete leallekum teşkurun." Yəni Allah Teala sizə qulaq, eşitmək hissiyatı, göz, yəni görmək hissiyatı və qəlb vermişdir ki, Allaha şükr edəsiniz. Yəni şükr edəsiniz deyə Allah Teala sizə bu orqanları vermişdir. Və həmçinin bu ayədə keçən məsələlərdən İnnəs-səm'a vəl-basara vəl-fuad. Həqiqətən birinci qulaq gəlir, ikinci göz və üçüncü qəlb. Yəni burada qulağın gözdən əvvəl gəlməsi və sonra da qəlbin zikr olunması nəyə dəlalət edir? Çünki qəlb bütün yəni hissiyatların, etiqadların yerləşmə və həmçinin yəni qaynaq yeridir. وَالسَّمْعُ وَالْبَصَرُ طَرِيقَانِ لَهُ وَنَافِذَتَانِ عَلَيْهِ. Çünki gözdür, qulaqdır, bunların vasitəsilə qəlbə yol gedir. Gözdən qəlbə və həmçində qulaqdan qəlbə yol gəlir. وَبِهِمَا يَصِلُ إِلَيْهِ كَثِيرٌ مِنَ الْأُمُورِ النَّافِعَةِ. Göz və qulaq sayəsində qəlbə həm çoxlu faydalı şeylər və həmçinin də zərərli şeylər gəlir. Bəzi alimlər yəni bu orqanları bir növ çaylara oxşadırlar. Qəlb isə çayların axdığı bir hovuzdur. Əgər o çaylara faydalı su gələrsə, şirin su gələrsə, deməli hovuz da təmiz su ilə dolar. Əgər yox, o çaylarda çirkab su olarsa, deməli hovuz da çirkab su ilə dolar. فَمَا تُبْصِرُهُ بِهِ الْعَيْنُ يُؤَثِّرُ فِي الْقَلْبِ وَلَا شَكِّ. Yəni insanın gözü ilə gördüyünün qəlbə şəksiz, şübhəsiz təsiri vardır. Məsələn, haram baxışlar kimi və həmçinin qulağı ilə eşitdiyi hər bir xeyrin də və şərrin də musiqi kimi qəlbə təsiri vardır. Və burada qulağın gözdən öndə gəlməsi, لأن أكثر ما ينسب الناس أقوالهم إلى السمع. Çünki insanlar çox vaxt sözlərini eşitməyə mənsub edirlər. وَلِأَنَّ إِدْرَاكَ السَّمْعِ أَعْظَمُ وَأَشْمَلُ مِنْ إِدْرَاكِ الْبَصَرِ. Və həmçinin qulağın dərk etməsi gözün dərk etməsindən daha genişdir. Çünki insan gözü ilə qarşısında olanları görür, amma qulağı ilə hər tərəfdən gələn səsləri eşidir. Və aydan fə innəl basara la yudraku bihi illəl əcsən vəl əcram. Və həmçinin gözlə insan yalnız cismani şeyləri görür, mənəvi şeyləri yox. Bi xilafis-səm, yəni qulağın əksi olaraq fə innəl abdə yudriku bihil umul əl-hadirə vəl-qaibə mimmə uxbir anhu. İnsan qulağı ilə hazırda olan hadisələri və qeybdə olan
xəbərləri keçmişdə və yaxud da gələcəkdə verilən xəbərləri yəni eşidir. Və hakədə fət-tərtibul vaqi beyn hadil umur fil ayati mutədarricun bihi minəl ədnə iləl alə. Və beləliklə də ayədə bunların tərtib olunması aşağıdan yuxarıya olunması kimidir. Və bundan sonra burada fuad sözü keçir. İnnə səm'a vəl basara vəl fuadə. Yəni fuad keçdi ki, qəlb deməkdir. Amma sadəcə ərəb dilində elə bir söz yoxdur ki, ləfz baxımından fərqi olsun, amma məna baxımından fərqi olmasın. Yəni tərcümədə eyni məna verə bilir, amma tam dəqiqliklə başqa incəliklər orada ola bilir. İllə ənə fihi mə'nə zəidən. Sadəcə fuad sözündə əlavə bir məna vardır. Fuad. Və hu ənəhu ya'tabiru fi hadhihi lafz el-fuad mə'nə təfəud əv təvaqqud. Yəni fuad sözünün mənasında olan mənalardan biri də yanma, alışma mənası verir. İz innehu məb'asul iradə. Çünki qəlb iradələrin, istəklərin qaynadığı yerdir və dərk etmə bir orqanı alətidir və mustaqarrul ilmi və elmin yerləşdiyi bir yerdir qəlb. Və lihədə fə innə tə'bir bi fuad huna əbləğ minət tə'bir bil qalbi. Və buna görə də bu ayədə fuad sözünün keçməsi qəlb sözünün keçməsindən, qəlb sözü ilə ifadə olunmasından daha bəlağətlidir. Və həmçinin burada məsələlərdən fi zikril fuad huna ma'as-səm'i vəl-basar. Yəni burada fuad sözünün keçməsi, qəlb sözünün keçməsi həm qulaq və həmçinin gözlə dəlildir ki, insan qəlbindəki işlərə görə, qəlbdə olan əməllərə görə hesaba çəkiləcəkdir. Kəmə ennəl insan yuaxadu alə mə yesmə və yubsir. Necə ki, insan gördüyünə görə, baxdığına görə və həmçinin eşitdiyinə görə hesaba çəkilirsə və eyni ilə də qəlbində olanlara görə də hesaba çəkiləcəkdir. Yəni qəlbdə olan etiqadlara görə. İnsanın qəlbində olan tövhid etiqadına görə savab var. Və həmçinin əgər qəlbdə şirk varsa buna görə hesab var, cəza var və eyni zamanda digər qəlbi əməllərə görə. Fəyuthabu aləl yaqin. Yəni insan qəlbində olan yəqin, razılıq, təvəkkülə görə savab qazanır. Və yuaqabu aləl ədva illəti tusibu. Və həmçinin ona üz verən xəstəliklərə görə isə cəza vardır. Həsəd, kin-kudurət, pisszən və digər xəstəliklər. Və həkədə əl-azmul musammim aləl ma'siyə. Və eyni zamanda günaha olan qəti qərarına görə də günah yazılır, cəza vardır. Yəni sadəcə fikirlərə görə yox, çünki sadəcə fikir gəlir, sonra iradəyə çevrilir və ondan sonra əzmə çevrilir və əzmə çevrildikdən sonra əməl gəlir. Artıq hər hansı bir fikir qəti qərara çevrilərsə, əzmə çevrildikdən sonra artıq yaxşı əməldə savab və eyni zamanda pis əzmlərdə isə günah da yazılır. Amma sadəcə elə belə fikirlərdirsə ona görə yazılmır. Çünki Peyğəmbər s.ə.v buyurur ki, İnnallaha təcəvəzə li ümməti əmmə təhəddəsət bihi anfusuha mə ləm tətəkəlləm əv tə'məl bih. Yəni Allah Teala ümmətim üçün nəfsində olan danışıqlarından keçmişdir. Yəni nəfsində söhbətlər edir. İnsan nəfsi söhbətlər var, fikirlər var. O fikirlərə görə yəni Allah Teala keçib o fikirləri insan dilə gətirmədikcə və o fikirlərə əməl etmədikcə. Amma əzmə çevrildisə artıq ona görə də yaxşı əməllərdə savab, digər əməllərdə isə günah vardır. Həmçinin məsələlərdən İbn Teymiyyə rahimehullah deyir ki: "Thumma inna Allah subhanahu wa taala xalaqal qalba lil insani ya'lam bihil əşya." Allah Teala qəlbi insan üçün yaratmışdır ki, əşyaları bilmək üçün. Necə ki gözü yaratmışdır əşyaları görmək üçün. Qulağı yaratmışdır əşyaları eşitmək üçün. Kəmə xalaqa lehu subhana kullu udvin min a'dai emri min el-umur. Necə ki Allah Teala insanda olan hər bir orqanı hər hansı bir vəzifə üçün yaratmışdır. Əli tutmaq üçün, ayağı yerimək üçün, dili danışmaq üçün, ağzı dadmaq üçün və burunla qoxunu duymaq üçün, vel cildil lems və dərini isə toxunmaq üçün və kəzəlikə sairul a'da el-batinə və zahirə və həmçinin digər daxili və zahiri orqanları da. فَإِذَا اسْتَعْمَلَ الْإِنسَانُ الْعُضْوَ فِي مَا خُلِقَ لَهُ. Əgər insan bu daxili və zahiri orqanları
yaradıldığı məqsəd üçün istifadə edərsə, artıq bu özü bir haqdır, ədalətdir. Hansı ki, bundan ötürü göylər və yerlər ayaqda qalır. وَكَانَ ذَٰلِكَ خَيْرًا وَصَلَاحًا لِذَٰلِكَ الْعُدْوِ Və bu da insanın da bu orqanları yaxşı işlər üçün istifadə etməsi onun üçün bir xeyir olur və bununla artıq o insan salih bir kimsəyə çevrilir və onun halı düzəlir. Necə ki, Allah Teala Bəqərə surəsi 5-ci ayədə buyurur: "Ulaika ala hudan min rabbihim və ulaika humul muflihun." Onlar Rəbbi tərəfindən hidayət üzərindədirlər və onlardır nicat tapanlar. Və izə ləm yusta'mal udvu fi haqqihi. Əgər orqan öz haqqı olan işdə istifadə olunmasa, yəni boş buraxılarsa, tərk olunarsa, burada insanın xüsranı, ziyana uğraması vardır. Onun sahibi aldanan bir kimsədir. Və in ista'mala fi xilafi ma xuliqa lahu. Əgər insan yaradıldığı işin əksi üçün onu istifadə edərsə, günah üçün istifadə edərsə, artıq bu zəlalətdir və bu həlakdır. Və onun sahibi, bu orqanların sahibi artıq Allah Teala'nın verdiyi neməti küfürlə, nankörlüklə əvəz etmişdir. Və bundan sonra bu orqanlar içərisində orqanların ağası da qəlbdir. Qəlbdir. Necə ki, Peyğəmbər s.ə.v buyurmuşdur: İnnə fil cəsədi mudğa, İzə salahət, salahəl cəsədi kullu, və izə fəsədət, fəsədəl cəsədi kullu, ələ və hiyəl qalb. Bədəndə bir ət parçası vardır. O sağlam olarsa, bütün bədən sağlam olar. O körlanarsa, bütün bədən körlanar. Yəni, qısaca olaraq, yəni, bu ayədən müəyyən faydalar var. Yəni, bununla inşallah kifayətlənək. Allah Teala iştifarlarına etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.